Bugün 7 ən çox rastlaşdığımız və bizə müraciət səbəbi olan androloji şikayətlər barədə qısa məlumatlar verəcəm. Bunlar hansılardır? Birinci, erektil disfunksiya, yəni sərtləşmə problemi. Əsas səbəblər arasında psixoloji faktorlar, yüksək arterial təzyiq, şəkərli diabet, nevroloji xəstəliklər, stres, hormonal problemlər və s. yer alır. İkinci, prematur eyakulyasiya, yəni erkən boşalma. Hər yaş qrupundakı kişilərdə görülə bilər. Daha çox psixoloji faktorlara bağlıdır, ancaq bəzən altda yatan hər hansı bir xəstəliyə bağlı da görülə bilər. Üçüncü, infertilite, yəni sonsuzluq. Bir çox səbəbi vardır, ancaq bəzən dəqiq bir səbəb aşkar oluna bilmir. Bizə müraciət zamanı pasientdə fiziki müayinə və spermoqramma analizinə baxılır. Əgər hər hansı bir problem aşkar olunarsa, daha irəli müayinələr istənir. Dördüncü, xaya və xayallıqda olan şişkinlik və ağrı şikayətləri. Bu şikayətlər səbəb olan xəstəliklər sırasında varikoseli, hidroseli, xaya iltihabı, yəni orkid, xaya artımının iltihabı, epididimit, xaya burulması və s. ola bilər. Beşinci, uretradan, yəni sidik kanalından axıntının olması. Əsasən cinsi yolla bulaşan xəstəliklərin əlamətidir. 6. Libido, yəni cinsi istəyin azalması, testosteron azlığı, bəzi xroniki xəstəliklərdə depressiya və stres durumunda da görülə bilər. 7. Xarici cinsiyyət orqanının əyriliyi və ölçüsü ilə əlaqəli olan şikayətlər. Bu saydığım şikayətlərin bəziləri birlikdə də görülə bilər. Müalicələri əsas səbəbdən asılı olaraq dəyişir. Əksər hallarda effektiv müalicə üsulları mümkündür.